Ümumiyyətdən başda niyə düzdür, niyə səhvdir? Səbəbini deyirik, izah elə. Such a few boys düzdür. Uşaqlar, such a few boys düzgündürmü? Cəmdir, a few'dan sonra cəm gəlir, burada bitir hər şey. Bəs yaxşı, Xero'da biz yazmamışdıq, nə yazmışdıq orada? Saçdan sonra gələn yeganə quantifiers nə idi? A lot of, səhvdir. Such a few olmaz. Ümumiyyətlə, saçdan sonra bir dənə nə gələ bilər? A lot of gələ bilər quantifiers'a, başqası gələnməz. Aha, bəs ikinci, so many student düzdür. Elə mi? Bəs many'dən sonra isim cəm deyil axı. Sonra? So many nə olmalıydı? Students olmalıydı. So nice. Düzdür, bəli. So'dan sonra nə gəlməliydi, İsmail? Ya sifət, ya da zəf gəlməlidir. Burada da nice sifətdir, düzgündür. Bəs so nice work? Niyə səhvdir? Bəli, so'dan sonra sifət isim gəlməz. Təkcə sifət ya da təkcə zəf gələr. Bəs yaxşı, belə bir sual verim İsmail. Bilirəm, səndə halın yoxdur. So'dan sonra hansı şərtlə isim gələ bilərdi yalnız? So'dan sonra ya sifət gəlir, ya da zəf gəlir. Hansı şərtlə bəs isim gələ bilər? Artikl olanda, uşaqlar düz deyil. Zəhra hansı şərtlə dedik? Quantifiers gələndə. Bəli, so'dan sonra quantifiers varsa isim verə bilər, amma sifət olanda isim verə bilmir. Ona görə də so nice work səhvdir. Və ondan sonraki such nice weather. Düzgündür. Uşaqlar, such nice weather düzdür. Saçdan sonra sifət, isim birləşməsi gəlib. Sayıla bilmir, artiklda yoxdur. Ona görə düzgündür. Və such good boy. Düz deyil, xeyr. Zəhra niyə səhvdir dedin? Zəhra düz deyirdi. Bəli, şərtimiz nə idi? Saçdan sonra sifət isim birləşməsindəki isim sayıla bilən təhdədirsə mütləq nə olmalıdır? Ən artikl olmalı. Such a good boy olmalıydı. Such a good boy. Növbəti such good boys. Və burada düzü səhv. Yazıq düz deməyə qoyun, indi sizə bir şey çıxacaq. Bəli, düzgündür. Çünki niyə? Boys cəmdədir, artikla ehtiyac yoxdur və sifət isim birləşməsi tamamilə doğrudur. Əgər oradakı isim sayıla bilmirsə ya da sayıla bilən cəmdirsə, artikla ehtiyac yoxdur, ona görə düzgündür. Such a good advice. Yerdən danışmayaq, İsmail öz fikrini etsin, səhvdirsə soruşacağım sizdən. İyi ki dedim ha, iyi ki dedim. Xəbərdarlıq eləməsəm, neyin yazdım? Such a good advice. W-nə yazmışsan özdə advice-a. Normal bu olmalıydı. Nəysə, ora çox takılmayaq. Onsuz da səhvləri çox olur İsmail. Hə. İsmail, such a good advice düzdür səhv? İmkan verin bir dənə. Düzdür. Səhv edinə. Advice sayılmır, artikl olmamalıydı. Bəli, səhvdir. Sayıla bilməyəndə artikl olmur mu? Bunu mənə soruşsan, İsmail. Xüsusiyyətdə sayıla bilməyəndə artiklsız işlər. Such a good advice. Üzvə. Advice sayılır. Yox. Və niyə artikl olsun? Onda düz olursa, deməli bizi qulaq asmırsan da. So few information. So few information. Nəyə görə səhvdir? So'dan sonra quantifiers gəlməsi normaldır, amma few'dan sonra information sayılır, sayılmır. Sayılmayan isim few ilə işlənməz. Sonra such a lot of book. Düzdür, səhvdir. Books olmalıydı, bəli. Such a little water. Səncə burada düzdür? Such a little water. Nəyə görə səhvdir? Saçdan sonra bir dənə a little olabilir. Bəs such a little girl. O düzdür. Uşaqlar, sizcə axırıncı niyə düzdür? Mən deyirəm düzdür axırıncı. Ay, sağ ol. İzahım biraz dənizli. O qədər aydınlatıcı olmasa da ama düz deyirsən, bəli. Little'ın bir mənası da uşaqlar, little'ın bir mənası balaca mənasındadır. Əgər balaca kimi tərcümə edə biliriksə, onda düzgündür və isim təhdidsə mütləq artikl var və oradakı artiklı gölə aiddir. Elə demək istəyir, nə Dəniz? Bəli, ona görə sonuncu düzgün. Deməli, belə onda bir nəticə gəlir ki, saçdan sonra a lot-dan başqa quantifiers gəlmir, amma a little yalnız balaca mənasında sayıla bilən isimlə gələ bilər, işlənə bilər. Bəs yaxşı, bir dənə də son olaraq sual verim. Sizin də bəlkə beyninizin arasındasa belə bir sual qalar. Saçdan sonra belə bir şey yazsam, such little girls. Sizcə bu düz olar, yoxsa səhv? Such little girls. Yox, yaz ora bir dənə. Such little girls. Such little girls. Niyə balaca qızlar olmaz? Elə balaca qızlardır ki. Little'dan sonra cəm olmur.
Niyə olmur ki? Balaca mənasında ola bilir. Balaca mənasında olur, düzdür, bəli. Deməli, saçdan sonra a little və little işlənə bilər balaca mənasında. A little olanda mütləq isim sayıla bilən tək olmalıdır, amma little-dırsa isim cəmdə olmalıdır. Düzgündür, bəli. Yaxşı dedim, yəni çoxunuz səhv götürərdiniz yəqin ki. Düzgündür uşaqlar, heç bir sıxıntı yoxdur burada. Başlayaq. Enough book. Safiyə, enough book. Səncə düzdür yoxsa səhvdir? Enoughdan sonra. Ümumiyyətlə, yoxdur, abi gözdədir. Enoughdan sonra nətər isim işlənirdi? Cəm? Ay sağ ol. Deməli, book sayıla bilirmi? Ona görə səhvdir. Deməli, enoughdan sonra sayıla bilən mütləq nə olmalıdır uşaqlar? Cəmlənməlidir. Money sayıla bilmir? Bəli, tək olur. Enough clever. Clever nədir? Ağıllı insan demirəm ki, ağıllı deyirəm. Adjective. Enough adjectivedən, enough sifətdən əvvəl gəlirdi, yoxsa sonra gəlirdi? Enough sifətdən sonra gəlir, ismin əvvəlində gəlir. Deməli, orada nə olmalıydı? Clever enough olmalıydı. Xətt düzgünə də bir dənə zəhmət olması yaz. Clever enough. Clever enough. Deməli, enough ismin qarşısında sifətdən isə sonra işlənir. Aha. Only few people. Only few people. Necə səhvdir? Only a few olmalıydı. Bəli. Ümumiyyətlə, only few, only little deyə bir şey yoxdur. A few olmasın, əsi olması səhvdir. Sonra, a very good man. A very good man. Düzdürmü? Very'dən sonra ən artiklı gəlmədiyi üçün onun əvvəlində yazırıq. A very çox yaxşı bir adam. Bəli, düzgündür. Very a good man. Very'dən sonra ən artiklı gəlməz, bəli. A quite good man, quite a good man. Sizcə uşaqlar, bunun hansı düzgün olar? A quite good man, yoxsa quite a good man? Quite a good man, bəli, ikinci düzgün, birinci səhvdir. Bəs rather a good man, yoxsa a rather good man? İkisi də düzgündür. Baxın, very'dən əvvələ keçir article. Quite'dan sonra yazılır, rather'dan həm əvvəl, həm də sonra yazılır. Hər ikisi düzgündür. Bəs a lot news, a lot of news olmur. Bəs a lot'u harada işlədə bilərik, Safiyə? A lot of'dur o. A lot, təkcə a lot'u biz harada işlədə bilirik? Heç yoxdur. Elə bir şey yoxdur. Məsələn, deyirəm ki, she speaks a lot. Feildən sonra. Feilə aid olur da. Çox danışır deyəndə a lot işlədirik. Amma çoxlu adam deyəndə a lot of işlədirik. Başa düşdün? Bax, she speaks a lot, she laughs a lot, gülür, çox danışır, a lot'dan işlədirik. Bəs yaxşı, o birisi? Such a few people. Düzdürmü? Sakit. Such a few people. Quantifiers'lardan bir dənə a lot of ola bilər saçdan sonra. Bəs a little hansı şərtlə olurdu? Such a little. Balaca mənasına gələ bilər, amma quantifiers kimi a little da gələ bilməz. Bəs, deməli, onun qabağına bir dənə minus qoyaq, bəli. Several information. Several'dan sonra nətər isim gəlir? Sayıla bilən cəm. Qısa qabağında olanda danışmaq rahat olur, ha? Several'dan sonra sayıla bilən cəm gəlir, information da sayıla bilmir deyə səhv. Burada e-cotton şərtdə e-article şərtə aiddir deyə düzdür. Bəli. Demişdik ki, yan-yana gələn birləşmələrdə article və yaxud da rəqəm və yaxud da quantifier sonuncu sözə aid olur. 3 dənə söz belə olsa sonuncu sözə aid olur. Əgər short-a aiddir, short-da sayıla bilən düzgündür. Bəli. İkinciyə baxaq. Burada this woman's yəni Zəhra yadındadır. Yan-yana gələn birləşmələri keçmişdik. Apostrof S-li birləşmə keçmişdik. Bir də oflu birləşmələrdə. Yan-yana gələnlərdə sonuncuya aid olurdu. Apostrof S-li də və ofluda isə qədər olan sözə aid olur qarşısındakı söz. Onda this women olmaz, bəli. This təhdir, women cəmdir, olmaz. Cup of tea-də təhdə deyə cup qabağında article olmaz. Bəli, demişdik ki, numerativ söz təhdədirsə, sayıla bilən olduğu üçün mütləq qarşısına ayan artikli olmalıdır. Çünki sayıla bilən tək ismin qarşısında mütləq ayan artikli verilməlidir. Ona görə səhvdir, a cup of tea olmalıydı. A cup of tea düzdür. Burada cups of tea, bu da düzdür. Bəli. Yox, cəmləyəndə qabağında heç nə verməyə bilər, amma təkdə onda tək olmamalıdır. Cəmləyəndə belə ola bilər. Burada two cups. Two cups of tea, düzdür. Two cup of tea, burada S, two T'ye aid deyil, axı kapa aiddir. Cups of tea olmalı, tərsinə olmalı, bəli. Burada da A ilə S olmaz. Aha, A bunch of key düzdür. səhvdir. Onu demişdik Zəhra. Bəzi numerativ sözlər var idi ki, onlardan sonra cəm gəlməlidir. Hansılar idi Zəhra onlar?
A pair of. A pair of, a bunch of, a set of, a number of, a group of, a couple of və s. Bunlardan sonra ismimizi nə veririk? Cəmdə veririk. Many slices of bread, Many cəmlə işlənir. Slice olmalı. slices of Yəni, bread olmalıydı. Bəli.